Gördüyümüz məndən bizim dəyərli şəhidimizin anası bir gündə 2 oğlunu itirən anadır. Vətənin dar günündə düşməndən azad etməsi üçün torpaqlarımızı bir gündə 2 oğlunu şəhid verən anamızdır. İmanla Bəhramin anasıdır Hacı xanım. Hacı xanıma böyük hörmətim var. Milli qəhrəmanımız Seyid Mübarizin anasına böyük hörmətim var. Cənab Polkovnik Polad Həşimovun anasına, Səmaya anamıza böyük hörmətim var. Bütün qəhrəman igidlərimizin analarına Allah səbir dözüm versin. Hacı xanıma da, İmanımın Bəhramin anasına da Allah səbir versin. Burada Mübarizin bu tablosundan İmam Bəhram qardaşlarımı da belə bu cür hazırlayıb hədiyyələrimi şəhidimin ocağına götürərəm yenidən. Hacı xanıma, Hacıya bir övlad olaraq bugün onlar vətən üçün 2 oğlunu verdilər və heç bir övladları yoxdur. Biz onların övladlarıyıq. Biz öz qardaşlarımızı yaşatmalıyıq. Növbəti düşmən tərəfindən Allah göstərməsin. Yenə bir müharibə olanda qoy oğullarımız ana bacı yaylıqlarımızı qoruya bilsinlər. Bir də ki, vətən sevənlərimiz vətənpərvərliyi ilə vətəninin oğullarını yaşadan insanlarımız çox olsun, sayımız çox olsun. Bugün bircə, baxmayaraq mənim də şəhidim var, amma vətənini qoruyan, canından keçən bu oğullarımızı yaşadaq. Biz bunlara borcluyuq. Ruhunuz şad olsun şəhidlərim.